Sürücü nizamlanmayan piyada keçidinə yaxınlaşanda sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlayan piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olubsa, bu zaman sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Nizamlanmayan piyada keçidinə yaxınlaşan zaman keçidin qarşısında nəqliyyat vasitəsi sürətini azaldarsa və ya dayanarsa, həmin nəqliyyat vasitəsinin qarşısında, yəni keçiddə piyadanın olmadığına əmin olduqdan sonra hərəkətinizi davam etdirin. Əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu sürücünü keçidin üzərində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə daxil olması qadağandır. Bu zaman nəqliyyat vasitəsini bilavasitə keçidin qarşısında dayandırmaq lazımdır.